Deməli, belə bir meyvə almışıq. Adı karambuladır. İçərisində yaşıl bir meyvəmiz var. Hansı ki ondan yarpaq iyisi gəlir. Təzə yarpaq iyisi hiss olunur. Bu meyvə belə deyək, yeni rastımıza çıxdı. Və çox maraqlı gəldi ki, görəsən yeyilə bilən bir sortdur yoxsa yox. Məgər ki yeyilirmiş. Yəni internetdə videolara baxdıqca gördüm ki yeyilir. Bunun qabığını soymadan da yeyə bilərsiniz. Qabığını soyandan sonra da yemək mümkündür. Bunu belə deyək, doğrayanda üçbucaq ulduz forması alınır. Belə deyək, bu şəkildə gördüyünüz bu formada, yəni ulduz forması alır. Yedikdən sonra ondan toşməzə dadı gəlir. Demək olar ki, o qədər də dadı yoxdur, amma belə yetişməmiş üzüm dadı verir. Biraz toş meyvədir, biraz azca. Çox da şirin meyvə deyil. Alıb yoxlasanız yaxşı olar, əgər varsa sizdə. Bizə bu Rusiyaya təzə gətirmişdilər. Biz bunu aldıq və datdıq. Və sizlərlə də bölüşdük ki, yəni bu tipdə də meyvələr varmış. Müxtəlif cür meyvələri tapıb paylaşacağıq sizlə. Hələlik.